Pisləri qoyduq bir qırağa, sözüm yaxşılara aiddir. Bu Voltda işləyənlər istər kuryerlər olsun, istər taksi sürücüləri olsun, istər Prius sürənlər olsun, hamı başda olar qınamağa. Biri deyir sifarişi geç çatdırmırsan, biri deyir ünvanı düz gətirməmsən, biri deyir nə bilim səni şikayət eləyəcəm. Siz niyə onu onları şikayət ediyorsunuz? Siz gedin müdiriyyəti şikayət edin. Nə sözünüz var, gedin müdiriyyəti şikayət edin. Voltda və yaxud da belə deyə taksi sürücüsü olanlar 16 saat, 17 saat yatmadan sükan arxasında da maşın sürürlər və qəzaların da ən çoxusu bundan ibarətdir. Heç kəs bu haqda gəlib danışmır. Hamı başlayır taksiləri qınamağa. Taksilər belə pisdir, taksilər belə insanlara qarşı kobudub, pislərə başı düşdü. Yaxşılara bəs nə olub? Bax siz kimi insanlara görə insanlar çörəksiz qalırlar. Niyə başa düşə bilmirəm. Bir dəfə çıxın onlar haqqında video çəkib paylaşın ki, bu insanlar yaxşıdırlar da. O insanlar olmasa sizi kim evdə çatdıracaq? O insanlar olmasa sizi kim doğru ünvan çatdıracaq? Yəni bu nə məntiqdir, bu nə düşüncədir, mən başa düşə bilmirəm. Hamı sürücüləri qınayır, hamı sürücüləri qınayır. Abala sözüm var, get şirkət rəhbərliyinə və yoxdur şirkət müdiriyyətdə şikayət edir ki, filan kəs belədir. Sən insanı işçiyə niyə qınayırsan? Elə təsəvvür edin ki, gəlmişsən bir dən yerə, müdür qalıb, sən işçiyə şikayət verirsən. Böyük müdür vardı, get müdürə şikayət edirdi. Gücünüz ancaq zəiflərə çatır, mən başa düşə bilmirəm. Yəni, həqiqətən adam əsəbləşir ki, bu insana görürsən ki, belə deyək də, taksi sürücülərinə aiddir və yaxud da kuryerlərə aiddir. Məsələn üçün, məsafə, indi orada məsafə söhbəti vardı. Məsələn üçün, filan yerə məsafə bir şey çatdırmaq lazımdır. 1 manat 50 qəpik, 1 manat 60 qəpik. Bu insan gündəlik bu qədər belə deyə məsraf edir. Məsələn 1 kilometr, 2 kilometr yol qət edir. Bu bilmir benzinə pul versin, bu bilmir evdəşlərinə pul versin, bu bilmir ərzaq alsın, bu bilmir geyim alsın, əgər uşağı varsa bilmir körpəsi pul versin. Yəni bu insanları qınamağa dəymir. Siz gedin müdiriyyətin boğazından yapışın. Siz gedin müdiriyyətə şikayətinizi eləyin. Niyə də başa düşə bilmirəm. Sən nəsə sözün varsa niyə gəlib işçiyə deyirsən? Onun nə günahı var? Yəni başa düşən pislərə qoyuq bir qıra, pislərin işim yoxdur. Amma yaxşıları var. Vallahi deyirəm ayıbdır. Allah'ın olsun deyirəm ayıbdır. Olmaz belə. Allah belə insanlara ağıl versə, Allah islah eləsin. Başqa heç nə.